əldə olan iki yeniliklə sizləri tanış eləmək istəyirəm. Bu yeniliklər hansılardır? Daxil olaq. Yeniliyimizin biri, mən admin kimi girəcəm bu arada, yəni hər kəs də öz istifadəsi adına girəndə düzdür bu menünü görməyəcək. Yeniliyimizin biri budur. İmtahan hazırlayanda, imtahan kəsərkən qabaq ancaq test və situasiyalar vardı. Bunu izah eləmişdim sizə. Deyək ki, indi artıq suallar var ki, hansı ki, sadəcə birbaşa cavab tələb eləyir. Şagird o cavabı girəcək, avtomatik yoxlama sistemində, onlayn imtahanda da yoxlama sistemində avtomatik keçəcək. Bunlar nədir? Əvvəllər imtahan kəsdikdə biz sadəcə bununla tanış olurduq. Məsələn, deyək ki, gəldik A, B, C, D, Y ikisindən birini seçirdik. Cavab variantı bal olaraq 10 bal veririk. Bu bizə onlayn imtahanda və KSG, BSG-də lazım olur. Bir də bu hal var. Məsələn, bir bunu yadda saxlayıram. Bir də deyək ki, məsələn, bizim bu sualın bu hissəsi var. İndi mən açıq sual deyil, amma bunu açıq sual kimi dəyərləndirirəm. Cavab olacaq, məsələn, 1 ilə 4. Burada artıq yalnız cavab hissəsi var. 1,4. Şagird də 1,4 yazarsa, işi bitmiş olur. Deyək ki, buna da 10 bal verirəm. Məsələmiz bundan ibarətdir ki, mən artıq da uzatmıram. Buradan imtahan hazırlama verirəm, imtahan hazırla deyirəm. İmtahan adına deyirəm, məsələn, KSG 4. Kim hazırlayıb? Valih müəllim hazırlayıb. Valih Süleymanovdan da yaza bilərsiniz 11-ci siniflər üçün. Buraları görmüşsünüz, deyənə daha artıq çox da uzatmayacağım. Və gəlirəm imtahanı hazırla hissəsinə. Birinci yeniliyimiz bundan ibarət idi. Artıq imtahanımız və cavab kağızı hazırdır. Bəs ikinci yeniliyimiz nədən ibarətdir? Biz onlayn sınaq hazırlayarkən, deyək ki, bu imtahanı onlayn sınaq eləmək istəyirik. Seçdik, KSG 4 vaxtını müəyyən elədik. A, B, C, D, Y variantı olan bir imtahandır. İmtahanın başlama, bitiş tarixini mən bir gün ara ilə verdim. Yəni, istənilən formada saat aralığı ilə də verə bilərsiniz. Situasiya sualı yoxdur deyənə də burada göstərmədim. Onlayn sınağı yaradıram. Bura qədər olan hissəni biz əslində görmüşük. Buradan sonraki hissədə nə var? Bəzi müəllimlərimizdən belə bir istək gəldi ki, mənim paylaşdığım linki ancaq mənim istifadə elədiyim şagird, daha doğrusu iş nömrəsini verdiyim şagird və ya müəllim fərqi yoxdur. İmtahana o şəxslər girə bilsin və imtahana yalnız bir dəfə girə bilsin. Yəni, eyni istifadəçi adı və parolla başqa bir dəfə daha girə bilməsin. Bu məsələni gündəmə gətirmişdi. İstifadə edən yoldaşlarımız, əvvəlcədən onlara təşəkkürümü bildirirəm. Biz də belə bir şey elədik. Yəni, müəllim birbaşa linki paylaşarsa, bu linki alan istənilən abituriyent və ya müəllim və ya şagird imtahanda iştirak edə bilər. Bu linki paylaşarsa. Və ya belə eləyə bilər. Müəllim deyər ki, mən kiçik olsun, yəni 3 nəfərlik iş nömrəsi yaradıram. Fikir verirsə artıq 3 nəfərlik iş nömrəsi yaradıldı. Aşağıda o iş nömrələri boşdur və bunlara ad verirəm. Deyirəm, misal üçün, İsrafil Əliyev, məsələn, deyək ki, Valih Süleymanov, bir də deyək ki, məsələn, Akif Verdiyev. Və bu iş nömrələrinin, bu ancaq bu imtahana, bu onlayn imtahana ancaq bu iş nömrələrini verdiyimiz şəxslər girə bilər ki, bir-birdə və ya toplu yadda saxlaya bilərik. Yadda saxla deyən kimi, avtomatik bura həmən şagirdlərin ad familiyaları və iş nömrələri gəlmiş oldu. Mən artıq bunu verdikdən sonra deyərəm ki, mən bu linki artıq bir daha paylaşmaq istəyirəm. WhatsApp qrupunda və ya haradasa, deyək ki, WhatsApp qrupuna paylamışam, şagird bunu açdı. Bu linki açdı. Belə bir şey çıxacaq artıq. İmtahanın vaxtı, sual sayı, dəqiqə, iş nömrəsi. İş nömrəsi yerində deyək ki, mən bu uşağı gedim 839 031. 839 031. Alt səhifəyə keçən kimi müəllimin verdiyi ad avtomatik gələ bilir. Əgər iş nömrəsinə ad verilməyibsə, şagird özü əlindən dəyişə bilir. İmtahana başla verdim və imtahana başladıqdan sonra fikir verin, bayaq 2 sual vardı. Biri test idi. Deyək ki, biri də situasiya idi. Mən 1,3 belə bir şey seçmişdim, səhv eləmirəmsə. 1,3 cavabını seçmişdim. İndi baxarıq. Deyək ki, imtahanı bitir dedik. İmtahan bitdi. İmtahan bitirdən kimi, məsələn, biz birinci və ikinci sualı səhv dəyərləndirmişik. Sualları burada görə bilmir. Amma 839 033 şagirdin öz nömrəsidir. Bunu o vaxtdır ki, müəllim deyir ki, bəli, cavab nəticə linkini paylaş şagirdlərə. Məsələn, nəticə linkini şagirdə paylaş verdikdən sonra həmən qrupa imtahan bitdikdən sonra ki, gəlib nəticə linkini 839 031 buradan da baxa bilir. 839 031 nəticə linkinə baxa bilir. Burada artıq avtomatik görsüz suallarda görsənir doğru cavabları ilə bir yerdə.
Bu bir yenilik idi. 2 dənə yeniliyi sizlə paylaşdım. Xeyirli olsun deyirəm. İstifadə eləmək istəyən, istifadə edən müəllimlərə də təşəkkür edirəm. Yenilik üçün bizə müraciət edənlərə də təşəkkür edirəm. Çox sağ olun.